Mən Natəvanam, Mehdiqulu xanın övladıyam, Qarabağ xanlıqlarının sonuncu vərəsəsiyəm. Ailəm məni Dürrü Yekta adlandırsa da, xalq arasında xan qızı kimi tanınmışam. Yaşadığım həyat sarayda olsa da, ürəyim hər zaman xalqımla bir yerdə olur. Bakıdakı heykəlim, Şuşadakı büstüm və Ağdamdakı məzarım həyat yolumun izlərini gələcək nəsillərə çatdıran dilsiz xatirələrdir. Dünyanın müxtəlif yerlərində abidəmin ucaldılması sübut edir ki, sənət sərhəd tanımır. Bugün sizə təqdim olunan kitab, Xurşidbanu Natəvanın həyatını və irsini əks etdirən hekayələrdən ibarətdir. Əzizə Cəfərzadə bu əsərində xan qızının Şuşa və Ağdamdakı həyatını, onun şair və rəssam kimi milli adət-ənənələrə, yüksək əxlaqi dəyərlərə necə xidmət etdiyini gözəl şəkildə təsvir edib. Kitab yalnız Natəvanın şəxsi həyatını deyil, həm də o dövrün Azərbaycan mədəniyyətini və əxlaqını oxuculara təqdim edir.